Hörmətli Təzadlar TV-nin izləyiciləri, Yasamal rayonu Qanlıgöl Qərb sahili ərazisində yaşayan sakinlər yaxınlıqda yeni yaşayış binaları tikən Kristal Bakı MTK ilə aralarında yaşanan problemlə bağlı aidiyyəti qurumlara, eyni zamanda Təzadlar TV-nin redaksiyasına müraciət ediblər. Eyni zamanda xahiş ediblər ki, biz problemi yerində araşdırmaq üçün əraziyə gələk. Biz bu səbəblə hazırda ərazidəyik və istərdik ki, problemi sakinlərin öz dilindən eşidək. İmanov Mehman Sərdaroğlu, 69 yaşım var. Ali təhsilli hüquqşünas, polkovnik leytenant. 2006-cı ildə təqaüddəyəm. Oğlum və qızım bu ərazidə yaşayır, eləcə də mən. Mənim evim Qanlıgöl 144-də yaşayır. Hal-hazırda yığışdığımız qızımın evidir və oğlumun evidir. Narahatçılığımız nədəndir? Deməli, ölçünü düz götürmürlər. Hətta gətirib 143 kvadrata gətirib 5-50 min pul verir. Bu adamın qaynanəsi yanında yaşlı, oğlu, qızı, ailə qurmalı, ailəsi və özü. Bu adamın ömrü boyu qazandığı, yığdığı budur. İndi bunun kvadratını düzgün verməyəndən sonra bu nə etməlidir? Gedib harda yaşamalıdır? Eləcə də mənim oğlum İmanov Ramil 111 kvadrat sahəsi var evinin içi. 111 kvadrat ya 91 kvadrat verir. Aramızda narahatçılıq oldu. Fikrət müəllimlə görüşdük. Şəhər prokurorunda olmuşuq. Yasamal rayonu prokurorunda olduq. Fikrət müəllimi də çağırdı. Yığışdıq, söhbət elədik. Dedi vətəndaşları incitməyin, vətəndaşların razılığa gəlin. O da dedi ki, heç bir problem yoxdur, biz razılığa gələcəyik. Bizə verdiyi sözün, əməlin heç biri yerinə yetmədi. Ondan sonra mənim kürəkənimi çağırıblar, mənim oğlumu çağırıblar, deyirlər ki, hara gedirsiniz, gedin, bizim sizə verəcəyimiz budur. Harada şikayət edirsiniz, dedi. İndi mən də demək istəyirəm ki, şəxsən bir Azərbaycan Respublikanın vətəndaşı kimi mənim də arxamda Cənab Prezidentimiz İlham Əliyev durur. Mən nə dövlətimizin əleyhinəyəm, nə dövlətin qayda qanunun əleyhinəyəm, nə o şirkətin əleyhinəyəm. Mən deyirəm ki, mənim evlatlarıma və özümə düşən nə düşürsə onu verin. Heç sizin artığınız mənə lazım deyil, mənə düşəni verin. Mən onu tələb edirəm. Əgər əks təqdirdə mənim tələbim ödənilməsə, mən məcburam ki, yuxarı təşkilatlara çıxam. Çünki dövlətimizin, konstitusiyamız bizim hamımızın arxasında dururdu. Hamımızın sözümüzü deyir, tək onların yox. Sözüm budur. Narahatçılığımız mənim də, vətəndaşların da hamısının narahatçılığı, ölçünü düzgün ölçülməməsi və hətta belə dedilər. Remont eləməyin. Bura bir kvadrat taxta gətirmək mümkün deyil. Heç kim də remont edir, evinizi sökün, narazı salmayacaq, evinizin əşyasını daşıyın, yığın, boşaldın. Biz gəlib buranın sizi razı salıb götürəcək. Biz də hamımız evimizin əşyasını yığıb daşıyıb aparmışıq. Yine gəldik, eviniz boşdur. Axı bu düzgün söhbət deyil. Ev mənimdir, yaşayışdır, içində adam yaşayır. Mənim də gücüm, qabiliyyətim, imkanım çatan, tikdiyim, yaratdığım, qurduğum budur. Mənim villam yoxdur içərdə. Mənim yaşayış yerim budur. Bu da mənim qəbulumdur. Qoca kişiyəm. Heç mən gəlib İstiqlal Karukasına çıxmaq istəmirəm. Yeriyirəm, bir evimdə, rahat yaşayıram. Əgər məni razı salmırsa, heç məni yerindən köçürməsin. Qoysun mən qalım öz evimdə yaşayırım. Bu mənim 100% qanidir öz evimdə qalmaq. Sözüm budur. Bununla bağlı MTK-nın hansı səlahiyyət nümunəsi ilə görüşmüşsünüz? Şəxsən Fikrət müəllimlə görüşmüşük. Özdə bizimlə çox belə mədəni söhbəti olubdu. Onun ünvanında mən ağır nətə bir pis söz söyləyə bilmərəm ki, məni təhqir edeyim, nəyimi. Razılığa gəlmiş ki, sizi razı salacağıq. Ancaq gedib idarədən yenə başqa bir mühəndisin göndərir. O mühəndis deyir ki, mən nə yazmışam, o da olacaqdır. Adı da dərsə söyləmək ki, İzzət müəllim deyirlər. Mən onu görməmişəm, amma deyirlər. Deyir ki, mən nə yazmışam, o da olmalıdır. Sonra kim çıxış eləmək istəyir? Buyurun, özünüzü təqdim edin. Vəliyev Bəxtiyar Şuşaroğlu, müharibə veteranı. Mənim evimin nömrəsi 42. Mənim də evim 115 kvadratıdır. Gəldilər 115 kvadrata remontu yoxdur dedilər. 8000 pul vermək istəyirlər, amma mən də razılaşmadım. 28 fevralda polisin köməkliğini gəldilər uçurdular. İndi bütün qurumlara getmişəm, əlim heç ara çatmır. İstəyiniz nədir? İstəyimiz evimin kvadratına
ev istəyirəm. Mənzil istəyirsiniz. Mənzil istəyirəm, pul istəmirəm. Bu müraciətlə MTK-dan kimə müraciət eləmisiniz? Yəni bildirmisiniz? Hamısına demək olar ki, Fikrət müəllimlə görüşmüşəm. Orada hansı vəzifəni daşıyır? Fikrət direktor müavinidir orada Fikrət müəllim. Başqa Remontu kim- yoxdur deyin, pul vermirlər. Başqa kim danışmaq istəyir? Mən Buyurun. İmanov Müşfiq, 82 nömrəli evdə yaşayıram. Mənim də etirazım, mənim mənzilimi ölçdülər. Yəni kvadratın əski hesablayırlar. Səbəb də ona görə onu qoyurlar ki, sənin evin birinci mərtəbəsinin hündürlüyü azdır. Və buna görə mən də narazıyam ki, yəni mənim kvadratımı düz ölçsünlər. 27 kvadrat əski hesablayırlar. Narahatçılığım budur. Siz pul istəyirsiniz yoxsa mənzil istəyirsiniz? Yox, mənzil istəmişəm, yəni mənzil təklif ediblər, ona da razı olmuşam, amma kvadratı düz olmadığına görə narahatçılıq eləmişəm. Başqa söyləmək, fikrin bilmək istəyən var. Fikir var burada bu. Əksər evlərdə bax divara baxın, iki qonşunun bir divarı var. Bu buranı uçurur, indi o divara baxın. Tam ki bu qaldı payıza. Yağışa və ya küləyə. Baba bu vəziyyət. Ümumiyyətlə bax bu divarın o ucunda yaşayış var. Bunu ekskavatorla, texnikanı söymək nə dərəcədə düzgündür. Yaxşı olar ki, bütün meydança təmizlənsin. Hamı razılaşsın, köçürülsün. Onlar da gəlsin, Allah xeyirləri versin, işlərini görsün. Ümumi olaraq sakinlərin, yəni Sakinlər hamısı istəyir. fikri nədən Oradan ibarətdir? sökür, buradan sökür. Bax biz burada yaşayırıq, bura sökür. Bunu da ağır texnikayla çıxardıq bu ayrı. Bax burada yaşayış var. Bax bu bir dəfəlik sökülsün, ərazi təmizlənsin. Orada işlərini görsünlər. Yəni, problemlərimiz bu. Yenə də deyirəm, problem əsasən kvadratın üzərindədir. Ölçülər düzgün ölçülmür, içəridən ölçülür, təkrarda kvadratlar kəsilir. Olan kvadratla biz artıq bir şey istəmirik. Bugünkü bazar qiymətindən artıq heç nə istəmirik. Kvadrat, bugünkü bazar qiyməti ya pulun, ya kvadratın özü, mənzilin özü, amma kəsməmə şərti. Yəni başqa bununla bağlı sakinləri incidiləsi, nəsə elə bir hərəkətlər varmı? Sakinlər ki, bu damda axıran butkası var idi, oradan baxırdılar. Biz Yasamal rayon prokurorunun qəbulunda olduq. Prokurorun qəbulundan sonra o məsələ həllini tapdı. İndi bütün girişlərdə yenə postdur. Yəni burada kimsə tikinti aparası deyil, kimsə tikinti aparmır. Yəni giriş-çıxış nəzarətdədir də belə. Giriş-çıxış bəli 2019-cu ildən nəzarətdədir. 2019-cu ildən burada tikinti materialları gətirmək olmaz, tikinti aparmaq olmaz. Yəni bu cür. Aydın. Əziz tamaşaçılar, gördüyünüz kimi sakinlər öz problemlərini yəni səsləndirdilər və aidiyyəti qurumlardan problemin həlli üçün xahiş edirlər.